birisi bizə danışdı, dedi Təbrizdə bizim yaxın adamlardan birin ayı yiyəndə və cəryanı çox uzundur, danışmıram. Ayı yiyəndə bunu deyir, özdə belin sındırır ay adamı. Ondan sonra başlayır məzələnməyə ondan. Ta nə axır-axırda da biraz yer çıxıb gedir. Deyir, ay belimi sındıranda ayın da pəncəsi çox güclü olur dəfə. Deyir, pəncəsinin belimi sındıranda pəncəsi ilə bir dəfə qışqırdım, ya Əbəlfəz. Deyir, ya Əbəlfəz, gördüm belimdən ağırlıq götürüldü. Baxdım, gördüm ayı durdu. Üz gözümü də o qədər cırmaqlayıb, qanın içindəyəm. Çevirdi, deyir, əlimdə, üzümdə, sinəmdə, qarnımda nə qədər yaralar var, hamısını yaladı, qurutdu. Sürüdü, çəkdi, gətdi məni. O adam yaşayır ha.